Deməli, mövzumuz materiklərin iqlimidir. Sizlə keçən dəfə öyrəndik ki, Alisovun iqlim təsnifatına əsasən 13 iqlim qurşağı mövcuddur və Alisovun iqlim təsnifatı orta illik temperatura və hava xassələrinə görə, hava kütlələrinə görə müəyyən edilmişdir. 7 əsas, 6 keçid iqlim mövcuddur. Danışdıq hansı ərazilərdə yayılıb, hansı diaqramları var. Bu gün isə materiklər üzrə həmin deməli iqlimi təkrar edəcək. Birinci başlayaq Avropa qitəsindən. Avropa qitəsinin ümumiyyətlə ərazinin iqliminə təsir edən bir sıra amillər var. Əsas amillər və digər amillər. Bu haqqda ötən dərsdə danışmışıq. Avropa bilirsiniz ki, elmin mərkəzidir. Yüksək inkişaf etdiyinə görə Avropa iqlimin daha dəqiq öyrəndiyi, ən dəqiq öyrəndiyi materiklərdən və yaxud da qitələrdən biridir. Və Avropanın iqliminə təsir edən bir sıra amillər var. Ən birincisi onun coğrafi mövqeyidir. Yəni yerləşdiyi coğrafi enlikdir. İkinci bir məsələ hava kütlələridir. Bilirsiniz ki, qərb küləşlərinin təsiri altındadır, şimalında isə qütb küləşləri təsiri altındadır. Passat küləşlərinin təsiri burada yoxdur. Sonra sahillərin girintili çıxıntılı olmasıdır. Sahillərin girintili çıxıntılı olmasının səbəbi nədir? Dördüncü dövr buzlaşmadır. Və nəticəsi nədir? İqlimə təsir edir. İqlimi nisbətən mülayimləşdirir. Çünki su quruya daxil olanda iqlimin mülayimləşməsinə səbəb olur. Sonra Şimali Atlantika isti cərəyanının təsiri mövcuddur. Məsələn, bax burada görürük ki, e, mülayim iqlim şimala doğru meyllənir. Bunun şimala doğru meyllənməsinin səbəbi nədir? İsti okean cərəyanlarıdır. Avropada yerləşən iqlimləri qeyd edək. Cənubda, Cənubi Avropa subtropik, sonra orta hissə, böyük hissə mülayim, şimal hissəsi subarktik və şimal buzlu okeanda yerləşən bəzi adalar arktik iqlimdə yerləşir. Cənub hissəsi dedik subtropik iqlimdir və subtropikin Aralıq dəniz tipi xarakterikdir. Bildiyiniz kimi Aralıq dənizin qışı yağıntılı, yayı isə isti və quru keçir. Yayda tropik hava kütlələri, qışda isə mülayim hava kütlələri təsir göstərir. Bəs hansı ərazilər daxildir? Piriney yarımadası, Fransa ərazisi, burada Korsika, Fransaya aiddir, Sardiniya və Siciliya adaları İtaliya, Apennin yarımadası, Balkan yarımadası, Krit adası, bunlar Aralıq dəniz iqlimində yerləşir. Yenə qeyd edirəm, Aralıq dənizinin qışı rütubətli, yayı isə isti və quru. Yay turizmi yüksək inkişaf etmişdir. Sonra gəlirik mülayim iqlim. Avropanın yerləşdiyi coğrafi mövqeyə əsasən ərazisinin böyük hissəsi mülayim iqlimdə yerləşir və bilirsiniz ki, mülayim və subtropik iqlimdə 4 fəsil aydın müşahidə edilir, fəsillər aydın müşahidə edilir. Həmçinin də bu iki iqlim qurşağı daxilində əhalinin ən çox məskunlaşması müşahidə edilir. Əhalinin məskunlaşması üçün, yaşaması üçün ən ideal iqlim hesab edilir. Materikin qərb hissəsində mülayim dəniz iqlimidir. Burada mülayim dənizi yaradan bir sıra səbəblər var. Onlardan qərb küləşləri və isti okean cərəyanlarını qeyd edə bilərik. Məsələn, qeyd edəcək İrlandiya, Böyük Britaniya adası, Britan yarımadası, Avropanın qərb hissəsi, Jutlandiya yarımadası, Skandinaviya yarımadasının qərb hissəsi mülayim dənizdir. Mülayim dəniz, mülayim iqlim qurşağının yeganə tipidir ki, orada temperatur 0 dərəcədən aşağı düşməz. Xüsusi vurğulayıram, mülayim dənizdə temperatur 0-dan aşağı düşmür, amma mülayimin digər tiplərində yanvar ayının orta temperaturu mənfi qəbul edəcəksiniz. Mərkəzə doğru okeanlardan uzaqlaşdıqca kontinentallıq artır və get-gedə yağıntının miqdarı da artır. Ural dağlarına qədər, bax bu ərazi Xəzərə qədər Azərbaycanın hətta bir hissəsi, bilirsiniz ki, Azərbaycan ərazisi subtropik və mülayimdə yerləşir. Azərbaycanın mülayimə düşən hissəsi kontinental tipdir. Şərqi Avropa düzənliyi, Krım yarımadası, Karpat dağlar ətəkləri, sonra Almaniya Polşanın əsas hissəsi və s. Mülayim kontinental iqlimdir və bura qərb küləşləri yağıntı gətirir. Yağıntının əsas hissəsi yayda düşür. Amma ümumiyyətlə çox yağıntılı deyil. Okeanlardan uzaqlaşdıqca yağıntı azalır. Sonra gəlir subarktik iqlim. Subarktika aiddir İslandiya adası, Skandinaviya yarımadasının və Kola yarımadasının şimal hissəsi, Şərqi Avropa düzənliyinin şimal hissəsi, Yeni Torpaq adasının cənub hissəsi aiddir. Sonra Spitsbergen, Frans Yosif və sair torpaqlar arktik iqlimdə yerləşir. Avropanın ucqar nöqtələrinin yerləşdiyi iqlimi təkrarlayaq. Birinci başlayaq şimalda. Noktinburnu Norveçdə yerləşir, subarktik iqlim qurşağı daxilindədir. Avropanın ucqar şərq nöqtəsi Qütb Uralı
Ural dağlarının şimal-şərqi Rusiyada yerləşir, subarktik iqlimdir. Cənub nöqtəsi Mərakeş burnudur, İspaniyada yerləşir, Marokko burnu da deyirik buna. Subtropikdir. Qərbi Portuqaliyada yerləşir, Rokadır. Bu da subtropik iqlimdə yerləşir. Fikir versəz, Avropanın ucqar nöqtələrinin hamısı keçid iqlim qurşağında yerləşir. Sonra, bax burada mülayim dəniz iqlim və mülayim kontinental göstərilir. Böyük Britaniya, London mülayim dənizdədir. Yanvar ayının orta temperaturu 0-5 dərəcə arasındadır, yəni düşmür. Demək olar ki, burada illik kontinental, daha doğrusu illik amplitud aşağıdır. İllik və sutkalıq amplitudun aşağı olduğu iqlim tiplərindən biri də mülayim dənizdir. Burada görürsünüz ki, -10-a qədər düşürsə, deməli bu deməli mülayim kontinentaldır. Rusiya, Belarusiya və sair ərazisi müşahidə edilir. Sonra gəlirik Avropanın kənd təsərrüfatı xəritəsinə. Təbii ki, iqlimi amili ilə bağlı kənd təsərrüfatı da inkişaf etdirilir. Məsələn, şimal hissəsi soyuq ərazilər, az istifadə olunan və heç istifadə olunmayan ərazilərdir. Əsasən burada heyvandarlıq, xüsusən də maralçılıq inkişaf etdirilir. Şərqi Avropa düzənliyi, Piriney yarımadası, bax bu sarı rənglərlə göstərilən əkinçilik, xüsusən də taxıl bitkiləri, şəkər çuğunduru, kartof və s. Olacaq. Orta Avropada ətli südlü heyvandarlıq inkişaf etdiriləcək. Dağlıq ərazilərdə yay otlaqlarıdır. Cənubi Avropada isə bax bu rəngdə xüsusi göstərilir. Tərəvətçilik və meyvəçilik, üzümçülük daxildir. Bu da sitrus meyvəçilik bilirsiniz, Cənub Avropada inkişaf etdirilir. Sitrus bitkiçilik Aralıq dənizinin əsas bitkiçiliyidir. Və yadda saxlayın ki, Fransa, daha doğrusu İtaliyaya görə İtaliya üzüm yığımında birincidir. İspaniya isə zeytun yığımında dünyada lider hesab edilir. Turizmə görə Fransa, İspaniya, İtaliya və Türkiyə fərqlənir. Bax, diaqramdır. Orta hissəsi yuxarı əyilibsə, deməli şimal yarımkürəsindədir. Yağıntı 800 min millimetr arası ola bilər, problem yoxdur. Və yağıntının əsas hissəsi görürsünüz ki, yanvar, dekabr aylarında düşüb, yəni qışda düşüb. Yağıntısı qışda düşən iqlim deyəndə ilk ağlımıza təbii ki, nə gəlməlidir? Aralıq dəniz iqlim tipi. Bu Avropanın yağıntı xəritəsidir. Avropada ən çox yağıntı düşən məntəqə Dinar dağlarının ətəkləridir. Belə bir qəribə adı var. Məntəqənin 6000 millimetrə qədər yağıntı düşür. Ən az yağıntılı məntəqəmiz isə Xəzər sahilləri müşahidə edilir. Xəzər sahili yarımsəhra landşaftı. Sonra gəlirik Asiyanın iqlimi. Asiyanın da sahəsinin böyük olması, 4 okeanla əhatə olunması, daimi küləklərlə yanaşı mövsümi küləklərin də təsiri, mərkəzinin okeanlardan uzaqlığı iqlimə təsir edir və iqlimin mürəkkəb olmasına səbəb olmuşdur. Cənubunda ekvatorial, sonra subekvatorial, tropik, subtropik, mülayim, subarktik və arktik iqlimlər yerləşir. Cənub hissəsində Zond adalarında yerləşir ekvatorial iqlim. Bura daxildir Malakkanın cənub hissəsi, sonra Sumatra adası, Kalimantan, Mindanaonun cənub hissəsi, Sulawesi, Moluq, Yeni Qvineyanın şimal hissəsi, Yavanın şimal hissəsi bura daxildir. Ekvatorial iqlimdə il boyu isti və rütubətlidir. Şri-Lankanın cənubunda da ekvatorialdır. Ekvatorial yayda təsir edir subekvatoriala. Yalnızca gərsə ötən dərs dedik ki, burada musson küləklərinin təsiri ilə subekvatorial şimala doğru meyyllənir. Kəskin meyyllənir və tropikin imkan vermir ki, Asiyada tam zolaq əmələ gətirsin və hətta burada mülayim işıqlanma qurşağına keçir subekvatorial iqlim. Həm mülayim, həm də tropik qurşaqda mövcuddur. Və xüsusən də subekvatorial iqlimin dedik ki, yayı yağıntılıdır. Şimal subekvatorialda iyun-avqust ayı yağıntılı keçər. Və qışı isə isti quru olar. Burada ildə 2 dəfə əkinçilik olur. Yayda dəmiyə şəraitində, qışda isə suvarma şəraitində məhsul götürmək mümkündür. Bura aiddir. Hindistan yarımadası, Şri-Lankanın şimalı. Hindistan yarımadasının mərkəzi hissəsində Dekan yaylası, Şərqi Qat və Qərbi Qat dağları, Hind-Qanq ovalığı bura daxildir. Himalay dağlarının cənubu, Çernobil məntəqəsi də subekvatorialdır. Sonra Böyük Çin düzənliyin cənub hissəsi, Hindçin yarımadası, Malakkanın şimalı, Tayvan və Haynan adaları, həmçinin də Filippin adalarının arxipelagının şimal hissəsi subekvatorial iqlimdədir. Sonra gəlir tropik. Tropik tam zolaq əmələ gətirmir. Burada Tar səhrasında qırılır. Qırılma səbəbi musson küləkləridir. Bir daha xatırlada. Asiyada
Tropikin yalnız quru tipi inkişaf edib, quru tropik. Burada Ərəbistan yarımadası və İran yaylasının cənubunda səhra tropik iqlimi formalaşıb. Burada Rub əl-Xali səhrası, Böyük Nəfud, Kiçik Nəfud və İranın cənubunda Dəştuluд səhrası yerləşir. Sonra gəlir subtropik. Materiklərin və qitələrin qərb hissəsində dediyi ki, nə formalaşır? Aralıq dəniz tipi. Azərbaycan, Türkiyə ərazisi, Kiçik Asiya, sonra burada Mesopotamiyanın şimalı, İsrail ərazisi Aralıq dəniz iqlimindədir. Aralıq dənizində səhralar formalaşarmı? Bəli, formalaşır. Çünki biz burada Arava səhrası qeyd etmişik. Arava səhrası İsrail ərazisindədir. Sonra Mesopotamiyanın şimal hissəsi, Suriya səhrası və s. Bunlar səhralardır və bu səhralar da Aralıq dəniz iqlimindədir. Azərbaycan ərazisində 80% Aralıq dəniz tipinə aiddir. İran yayı təxminən Xəzərin cənubuna gedir. Bax bu ərazilər deməli Aralıq dənizdir. Bundan artıq şərqə doğru iqlimin kontinentallaşması artır və subtropik kontinental iqlim formalaşır. O subtropik kontinentalda da temperatur mənfiyə düşər. Materikin şərq hissəsində isə musson iqlimi formalaşır. Mussona da aiddir. Böyük Çin düzənliyi, Koreyanın cənub hissəsi, Yapon adalarının cənub hissəsi daxildir. Deməli bu ərazilər nədir? Musson, subtropikin musson tipidir. Subtropikin musson tipində temperatur 0 dərəcəyə qədər düşər, 0-dan aşağı düşməz. Sonra gəlir mülayim. Ural dağlarından şərq hissədə kəskin kontinentaldır. Bura Mərkəzi Asiya və Sibir ərazisidir. Kəskin kontinental iqlim illik temperatur amplitudunun ən yüksək olduğu iqlim tipi hesab edilir. Və soyuqluq qütbü adlanan Oymyakon məntəqəsi burada qəbul edilir və -72 dərəcə temperatur müşahidə edilir. Sonra şərq hissəsində isə musson iqlimidir. Koreya yarımadasının şimal hissəsi, Yapon adalarının şimal hissəsi, Kuril adalarının bir hissəsi, Saxalin adası, Sxota Island silsiləsi və s. Mussondur. Temperatur qışda mənfiyə düşər. Ona görə qışda buradakı çaylar buz bağlayır və yağıntının əsas hissəsi ilin isti dövründə. Mussonlarda zaten ilin isti dövründə, yəni yay fəslində müşahidə edilir. Kamçatka yarımadası və Kuril adalarının bir hissəsi dedi ki, yenidən mülayim dəniz olur. Kamçatka ən çox testə düşən məsələlərdən də ora diqqətli olun. Sonra şimal hissəsində subarktik və arktik iqlim mövcuddur. Şimal Buzlu okeanda yerləşən yarımadalar və adalar arktik iqlimdədir. Gəlin ucqar nöqtələrinə baxaq. Ucqar şimal nöqtəsi Çelyuskin arktikdə, şərq nöqtəsi Dejinov subarktikdə, cənub Piay ekvatorialda, qərb Bababurnu subekvatorial, daha doğrusu subtropikdə, Aralıq dəniz tipində yerləşir. Dedik ki, Cənub-Şərqi Asiyanın iqliminin formalaşmasına daimi küləşlər yox, nə təsir edir? Mövsümi küləşlər, musson küləşlər. Və burada tropik siklonlar baş verir. Buradakı tropik siklonlar biz tayfunlar adlandırdıq ki, onların sürəti saniyədə 30 metrə, saatda isə 300 kilometrə təxminən çatır və Şərqi və Cənub-Şərqi Asiya üçün çərçivədir. Filippində bu küləşlər Baguio adlanacaqdır. Sonra, burada qeyd etdik ki, Asiyada ən aşağı temperatur Oymyakon və Verxoyanski ərazilərində yerləşir. Oymyakonda -72 dərəcə Selsi, Oymyakonda isə, Verxoyanskidə isə -68 dərəcə Selsi müşahidə edilir. Həmin bu ərazilər ümumiyyətlə Sibir ərazisində də kəskin kontinentalda da. Bayaq müəllimlər fikir dedi, amma cavab vermədim ki, dərs izahında deyərəm. Ümumiyyətlə kəskin kontinentalda da, mülayim kontinentalda da yağıntının əsas hissəsi yayda düşür. Sibir ərazisində də yağıntının əsas hissəsi yayda düşür. Və burada həmin Oymyakonda Verxoyanski bunlar Sibir zonasıdır və orada qışda yağıntı çox az olur və ya heç olmur. Yağıntının az bir miqdarda olur, o da yay fəslində müşahidə edilir. Sonra gələk Şimali Amerika materikinə. Şimali Amerikada ekvatorial iqlim müşahidə edilməz. Ekvatorialdan şimalda yerləşən bütün iqlimlərə rast gələrik. Çünki şimaldan cənuba böyük məsafədə uzanır. Təbii ki, Şimali Amerikanın iqlimə təsir edən bir sıra amillər var. Onlar coğrafi mövqeyidir, 3 okeanla əhatə olunmasıdır, isti və soyuq okean cərəyanlarıdır və qərb hissəsində meridional istiqamətində dağların uzanmasıdır ki, Sakit okeandan gələn hava kütlələri materikin mərkəzinə doğru irəliləyə bilmir. Materikin cənub ucqar nöqtəsi Mariato subekvatorial iqlimdə yerləşir. Subekvatorialdan sonra gələr tropik. Tropikin də burada iki tipi mövcuddur. Bax, hansı ərazi ki, isti okean cərəyanları təsiri altındadır, orada rütubətli tropikdir. Hansı ki, soyuq cərəyan təsiri altındadır, orada
quru tropik, səhra tropik. Məsələn, Kaliforniya yarımadası, Meksika yaylasının bir hissəsi, bax bu ərazilərdə səhra tropik. Amma isti okean cərəyanı təsiri altında qalan Meksika yaylasının cənub hissəsi, Yucatan yarımadası, Böyük Antil, Kiçik Antil, Baham adaları və Floridanın cənub hissəsi rütubətli tropikdədir. Rütubətli tropikdə yağıntı il boyu bol, isti və rütubətlidir. Ona görə deyirik ki, tropik iqlim qurşağının yayıldığı bütün ərazilərdə il boyu yüksək təzyiq e, enən hava deyil. Ancaq quru tropik üçün səciyyəvi xüsusiyyətdir bu. Sonra gəlir subtropik. Subtropik iqlim daxilində materiklərin qərbində Aralıq dəniz iqlimi xarakterikdir. Aralıq dəniz iqlimində burada da səhralar mövcuddur, onu da qeyd edim. Materikin mərkəzində kontinental Mississippi balığına düşür və cənub-şərq hissəsində Floridanın şimal hissəsi, Meksika sahili, Atlantik sahili, Apalaç dağlarının şərq ətəklərində subtropikin musson tipi burada mövcuddur. Sonra gəlirik mülayim iqlim. Mülayimin qərb hissəsi mülayim dənizdir. İl boyu yağıntı bərabər paylanır. Alyaska və materikin qərbi. Mərkəzə doğru kontinentallıq artır. Mülayim kontinental, mərkəzi hissədə isə kəskin kontinental olur. Biz demişdik ki, burada soyuq labrador cərəyanı təsir etdiyinə görə mülayim qurşaq daxilində Şimali Amerikada musson yaranmır. Onun əvəzinə yenidən mülayim dəniz formalaşacaq. Yəni materikin Şimali Amerikanın həm qərbində, həm də şərqində mülayim dəniz iqlimi mövcuddur. Eyni zamanda Asiyada aiddir. Həm qərbində, həm də şərqində Kamçatka yarımadasında mövcuddur. Sonra gəlir subarktik və arktik. Arktik iqlim əsasən Şimal Buzlu okeanda yerləşən yarımada və adalarda müşahidə ediləcək. Ucqar nöqtələrinə baxaq. Ucqar şimal nöqtəsi Meriç sonburnu, materikin ucqar şimal nöqtəsi arktik iqlimdədir. Ucqar şərq nöqtəsi Saint Charles burnu subarktik iqlimdədir. Ucqar cənub nöqtəsi Mariato burnu deməli subekvatorialdadır. Ucqar qərb nöqtəsi Uels şahzadəsi subarktik iqlimdədir. Deməli, iki ucqar nöqtəsi subarktikdə, biri arktikdə, biri isə subekvatorial iqlimdədir. Biri əsas, digər üçü isə keçid iqlim qurşağında yerləşir. Sonra keçək Cənubi Amerika materikinə. Cənubi Amerika materikinin ucqar şimal nöqtəsi Qalinas burnu subekvatorial iqlimdədir. Ucqar şərq nöqtəsi Cabo Branco rütubətli tropikdə. Ucqar cənub nöqtəsi Frauard burnu mülayim iqlimdədir, dəniz iqlimdə. Ucqar qərb nöqtəsi Parnias tropikin quru səhra tipindədir. Deməli, ucqar şərqi və qərbi tropikdədir. Şimalı subekvatorialda, cənubu isə mülayimdədir. Və burada həmçinin odlu torpağın cənub hissəsində Huron burnu var. Bu da mülayimdə yerləşir. Cənubi Amerikanın ekvator xətti kəsdiyinə görə burada iqlimlərin təkrarlanması müşahidə edilir. Aydın məsələdir ki, ekvatorial həm şimal yarımkəsində, həm də cənub yarımkəsində mövcuddur. Ant dağları və Amazon ovalığında müşahidə edilir. Sonra şimal subekvatorial və cənub subekvatorial müşahidə edilir. Materikin şimal hissəsində Orinoco ovalığı və Gviana yaylasında subekvatorial iqlim tipi xarakterikdir. Yay, yəni iyun-avqust ayları isti və rütubətli keçir. Dekabr-yanvar ayları quraq keçir. İsti və quraq keçir. Cənub yarımkürəsində Braziliya yaylası və La Platanın şimal hissəsində də subekvatorial iqlim səciyyəvidir. Həmçinin də Amazon ovalığının bir hissəsini qeyd etmək olar. Burada yağıntı yayda düşür. Cənubun yayı da bilirsiniz ki, dekabr, fevral aylarıdır. Yəni Braziliya yaylasında yağıntı nə zaman düşər? Dekabr, fevral aylarında. Sonra dedik ki, burada təkrarlanma baş verir də, subekvatorial iqlim təkrarlandı. Sonra gəlir tropik iqlim. Cənub yarımkürəsindədir, cənub tropikdir. Materikin qərb hissəsinə soyuq okean cərəyanı təsir etdiyinə görə, soyuq peri cərəyanı, burada səhra iqlimi formalaşır. Burada diqqətlə baxsaq, Qalapagos adalarının ekvator xətti kəsməsinə baxmayaraq, tropik səhra iqlimində yerləşir. Eyni zamanda Atakama səhrası tropik səhra iqlimidir. Materikin şərq hissəsinə isti okean cərəyanı təsir etdiyinə görə, isti Braziliya cərəyanı təsir etdiyinə görə rütubətli tropik yaranır. Yəni ucqar şərq Braziliya yaylasının şərq hissəsi və bu ərazilər rütubətli tropikdədir. İl boyu rütubətli olur. Sonra gəlir subtropik. Subtropikdə materiklərin qərbində Aralıq dəniz iqlimi olar. Aralıq dənizində də yağıntı nə zaman düşər? Qış fəslində. Bəs cənubun qış fəsli nə zamandır? İyun, avqust ayları.
Sonra mərkəzə doğru kontinentallıq artar. Mülayim kontinental. Sonra burada La Plata ovalığı və bu ərazi, yəni La Platanın cənub hissəsidir. Burada cənub yarımkərəsində musson olmadığı üçün onun əvəzinə subtropikin bərabər rütubətlənən tipi formalaşır. Və burada da yağıntı il boyu bərabər paylanır. Sonra gəlirik mülayim. Materiklərin qərbində mülayim dəniz iqlimi, şərqində isə mülayim kontinental iqlim səciyyəvidir. Cənub yarımkərəsində kəskin kontinental iqlim mövcud deyildir. Cənubi Amerikada da iqlimin formalaşmasına təsir edən bir sıra amillər var. Məsələn, isti okean cərəyanları, Qviana cərəyanı, Braziliya cərəyanı, soyuq okean cərəyanları, məsələn, Peru cərəyanı və Falkland cərəyanı göstərmək olar. Bundan başqa iqlimə təsir edir materikin qərb hissəsində meridional istiqamətində uzanan iri dağların olması. Sonra biz qeyd edirik ki, mülayim iqlim qurşağı daxilində Cənubi Amerikanın cənub-qərb hissəsi, bax bu ərazidə mülayim dəniz hissə. Bura Cənubi Amerikanın nəmişli küncü adlanır. Burada yağıntının miqdarı 800-2000 millimetrə qədər yağıntı düşür. Bunun səbəbi nə ola bilər? Təbii ki, bura qərb küləkləri bol yağıntı gətirir. Yerli küləklərin də təsiri əlbəttə ki, mövcuddur. Materikin ucqar nöqtələrini tanıdıq və materikin şimal ucqar nöqtəsini çıxmaqla digər bütün ucqar nöqtələri, yəni şimal keçiddə yerləşir, şərq, qərb və cənub əsas iqlim qurşağında yerləşir. Cənubi Amerika ilə bağlı bir də deyəcəyimiz, bu keçən dərs danışdıq bu haqda, Atakama səhrasıdır. Atakama səhrası seysmik cəhətdən fəal ərazidə yerləşir və yüksək təzyiq sahəsində tropik iqlim qurşağında yerləşir və Çili ərazisindədir bütünlükdə. Sakit Okean sahillərində yerləşir, lakin buradan soyuq cərəyan təsir etdiyinə görə demək olar ki, illərlə yağıntı düşmür və yağıntı düşməməsinə baxmayaraq, bura dünyanın ən dumanlı yerlərindən biridir. Çünki e, dağ yamacı boyu hərəkət edən hava yuxarı qalxır. Təsəvvür edin ki, soyuq cərəyandan gələn su isti səthlə toqquşur. Soyuqla isti səthi toqquşanda nə baş verər? Duman yaranar və dünyanın ən dumanlı yerlərindən biridir və burada yaşayan insanlar duman tutan şəbəkə vasitəsilə dumanları suya çevirib və onu məişətdə istifadə edirlər. Yəni insanların yeganə su mənbəyi məhz budur. Sonra gələk Afrika. Afrika materini ekvator xətti tam ortadan kəsdiyinə görə şimalda və cənubda bütün iqlim qurşaqları demək olar ki, təkrarlanır. Təkrarlanma Cənubi Amerika və Afrikadadır yalnız. Şimal subekvatorial, cənub subekvatorial, şimal tropik, cənub tropik, şimal subtropik, cənub subtropik iqlimdə yerləşir. Materikin mərkəzi hissəsində ekvator xəttindən kəsilən ərazi Niger və Volta çaylarının mənsəbi, Qvineya körfəzi, Konqo hövzəsi ekvatorial iqlimdədir. Bilirsiniz ki, ekvatorial iqlimdə il boyu isti və rütubətli şərait mövcuddur. Şimal hissəsi təxminən düşür Seneqal ovalığı, sonra sahil təbii zonası, Efiopiya yaylası və Somali yarımadası. Bax, bu ərazilərdə şimal subekvatorialdır. Yağıntının əsas hissəsi iyun-avqust aylarında müşahidə edilir. Cənub subekvatoriala aiddir Madaqaskarın şimalı, Şərqi Afrika yaylası. Bu ərazilərdə də yayda yağıntı düşür. Yəni dekabr, fevral ayları onların yayıdır, yağıntı bol olur. Və bildiyiniz kimi burada məsələn iyun, avqust aylarında yağıntı olur. Burada isə dekabr, fevral aylarında. O belgesel filmlərdə baxmısınız hər halda heyvanlar köç edirlər uzaq məsafədə. Təbii ki, o yağıntılı mövsümlə əlaqədar olaraq. Günəş şimalda olanda subekvatorial, yəni savannalar yağıntılı olur, ot örtüyü hündürə qalxır, böyüyür. Ona görə heyvanlar iyun ayında şimal istiqamətində hərəkət edirlər. Sonra qış fəslində, yəni şimalın qışında artıq günəş cənuba keçdiyinə görə dekabr ayında artıq cənub subekvatorialda, cənub savannalarda yağıntı bol olur. Heyvanlar günəşi izləyirlər, yəni günəşin cənubuna doğru miqrasiya edirlər. Və bu da təbii ekosistemin formalaşmasına səbəb olur. Sonra gəlir tropik, ekvatordan şimalda və cənubda. Şimal tropikə baxaq. Materikin qərb hissəsinə soyuq cərəyan təsir edir. Soyuq kanar cərəyanı var. Soyuq cərəyanda quru hava gətirər. Ona görə burada Saxara səhrası yaranır. Təbii ki,
Mərkəzə doğru kontinentallığın artması da səhranın daha geniş sahəyə tutması səbəb olur. Və demişik ki, dünyanın ən böyük səhrası Sahara səhrası. Böyük səhra burada yerləşir və Afrikanın şimalında fiziki aşınma cənubuna nisbətən çoxdur və səhralarda havadan çökən yağıntılar üstünlük təşkil edir. Kanar adaları da bura daxildir. Sonra Liviya səhrası da bura daxildir və Nubiya səhrası da bura daxildir ki, tropik iqlim səciyyəvidir. Tibesti, Əhəqqar, Tibesti və Darfur platoları da bu iqlim qurşağındadır, tropikdədir. İl boyu isti və quru olur. Yağıntı çox az düşür, bəzən heç o da düşmür. Rütubətlənmə əmsalı 0,1 və daha kiçik hesab edilir. Cənubda isə materikin qərb hissəsinə soyuq cərəyan təsir göstərir. Şərq hissəsinə isə isti okean cərəyanı təsir göstərir. İsti okean cərəyanı təsiri altında qalan ərazilər, Əjdaha dağlarının şərq ətəkləri bol yağıntı alır və burada rütubətli tropik yaranır. Həmçində Madaqaskarın cənub hissəsi. Burada nə yaranır? Rütubətli tropik. Qərb hissəsində isə qeyd etdik ki, soyuq cərəyan, Bengel cərəyanı təsir etdiyinə görə burada quru tropik yaranır. Quru tropik hansı ərazilərdə yaranır desə, deyəcəyik ki, burada Namib səhrası, materikin daxilində Kalahari səhrası. Materik daxili mövqeyə malikdir, bir çökəklikdir. Ona görə burada səhra formalaşır. Sonra bax, burada fikir versəz, bu hissə Konqonun mənsəbində biraz fərqli tip formalaşır sahillərdə. Burada isti okean Anqola cərəyanı təsir etdiyinə görə Konqo çayının mənsəbi yenidən rütubətli tropik iqlimin olmasına səbəb olur. Sonra şimal hissədə qeyd etdik ki, subtropikin yalnız Aralıq dəniz tipi mövcuddur. Cənub hissədə isə subtropikin həm Aralıq dəniz tipi, həm də bərabər rütubətlənən tipi mövcuddur. Afrikada mülayim iqlim qurşağına rast gəlinmir. Amma Afrikada iqlimin formalaşmasına mülayim hava kütlələrinin təsiri mövcuddur. Necə təsiri mövcuddur? Təbii ki, subtropik iqlim varsa, deməli mülayim hava kütlələri bura gələ bilər. Və subtropik iqlimin kontinental tipinə Afrikada rast gəlmərik. Yalnız harda rast gələrik? Daha doğrusu, Afrikada rast gəlmərik. Yalnız subtropikin Aralıq dəniz tipinə və bərabər rütubətlənən tipinə rast gələrik. Afrika, şimal və cənub tropiklərinin hər ikisi kəsdiyi yeganə materikdir və bu elə bir materikdir ki, il ərzində hər gün günəş zenitdə olur deyirik. Tropiklər arasında böyük məsafə tutduğuna görə dünyanın ən isti materiki hesab edilir. Həmçində dünyanın ən yüksək temperaturu Tripoli şəhəri, qeyd olunduğu şəhər Tripoli şəhəri burada yerləşir və illik günəş radiasiyasının kəmiyyəti də boldur. 160-2200 kilokalori arasında dəyişir. Afrikada ən çox yağıntılı məntəqə Kamerun dağlarının cənub ətəklərindədir və bura cənub-qərb yamacında daha doğrusu Debunca məntəqəsi ən yağıntılı məntəqədir. İllik yağıntılı miqdarı 10 mm-dən daha çoxdur. Sonra Sahel təbii zonası var ki, burada mövsümi quraqlıq, daha doğrusu mövsüm rütubətlənmə səciyyəvidir. Amma bəzən həmin mövsümdə, yağıntılı mövsümdə belə yağıntı düşmür və quraqlıq ərazi hesab edilir. Səhra get-gedə genişlənir və bu sahil zonası nə edir? Sahil zonasının sahəsi böyüyür. İndi gələcəkdə ekvatorial iqlim savannaların və ekvatorial meşələrin səhrləşməsinə səbəb olacaq. Yəni hal-hazırda da ərazidə quraqlıq intensivdir. Bitkilər, məhsullar tarlada birbaşa quruyur, heyvanlar su yemək çatmır və onlar məhv olur. Kəskin quraqlıq səciyyəvidir. Və bunu düşünən alimlər fikirləşir ki, biz Atlantik okeandan Qırmızı dənizə qədər yaşıl səth çəkək. Buna deyirlər yaşıl səth, böyük yaşıl səth proyekti. İnternetdə yazıb maraqlana bilərsiniz. Sonra iqlimin kənd təsərrüfatına təsiri haqqında danışacağıq bu xəritəmizdə. Bunu keçən il qeyd eləmişdim ki, miqə düşə bilər və düşdü. Yenə də diqqətli olun, ola bilər ki, təkrar düşə bilər, təkrar sual ola bilər. Burada nəyə diqqət yetiririk? Ən əsas diqqət edəcəyimiz məsələ qoyunçuluq sahəsidir. Məsələn, biz demişik Qaragül qoyunçuluğu, yəni hamınız bilirsiniz ki, bu türk dövlətləri üçün, Mərkəzi Asiyanın türk dövlətləri üçün xarakterlikdir. Amma Çar ərazisində və Namibiya ərazisində, Çar-Namibiya ərazisində inkişaf etdirilir. Həmçində Angor keçidləri, biz Türkiyə üçün demişik, amma yenə də Çarda da və Madagaskarda da Angor keçidləri və Qaragül qoyunçuluğu inkişaf etdirilir. Sonra taxılçılıq əsasən savannalarda inkişaf etdirilir, normaldır. Sonra otlaqlar əsasən dağlıq ərazilərdə müşahidə edilir. Məsələn, burada
otlaqlardır, Efiopiya yaylası otlaqlardır, Madagaskar, sonra burada Kap dağları və s. əsas otlaqlardır. Səhralar istifadə olunmayan və yaxud da az istifadə olunan ərazilərdir. Məsələn, bura Kalahari səhrası, bura Namibiya səhrası, bura Kalahari səhrası, sonra Böyük Səhra və sair ərazilər bilsəz kifayət eləyər. Sonra ekvatorial enliklərdə yığıcılıq və meşə təsərrüfatı inkişaf etdirilir. Bir də sitrus meyvəçilik inkişafı üçün əlverişli şərait mövcuddur. O da həm Şimal Aralıq dənizində, həm də cənub. Həmin o otlaqlar dediyimiz ərazilərdə sitrus meyvəçilik xüsusən də subtropik iqlim daxilində inkişaf etdirilir. Sonra gələk Avstraliya materikinə. Avstraliya materiki tropik xətti tam mərkəzindən keçdiyinə görə dünyanın ən quraq materiki hesab edilir. Deməli, ən isti materik Afrika, ən quraq materik Avstraliya, ən rütubətli materik Cənubi Amerika, ən soyuq materik Antarktida materiki hesab ediləcək. Materikin şimal hissəsi subekvatorial iqlimdə yerləşir. Yayı yağıntılı keçir. Hansı aylar yağıntılı keçir desə, deyəcəksiniz ki, dekabr, fevral. Çünki dekabr, fevral ayları buranın yayıdır. Burada aiddir Cape York yarımadası, Arnhem yarımadası. Materikin mərkəzi hissəsində dedik tropikdir. Tropikin də burada iki tipi var. Qərb hissəsində soyuq qərbi Avstraliya cərəyanı təsir etdiyinə görə soyuq cərəyan quru hava gətirir. Ona görə qərbində Qərbi Avstraliya səhrası, Böyük Qumlu, Böyük Viktoriya səhrası, ta ki mərkəzinə doğru, hətta şərqinə doğru, Ural dağları, Apalaç dağlarının qərb ətəklərinə qədər nə formalaşır burada? Səhra formalaşır. Daha doğrusu tropik səhra iqlimi formalaşır. Sonra materikin şərqinə isə isti okean cərəyanı, yəni Şərqi Avstraliya isti cərəyanı təsir göstərir və bura passat küləşləri bol yağıntı gətirir. Və təbii ki, burada su ayrıcı dağları imkan vermir ki, materikin mərkəzinə doğru həmin o hava kütləsi irəliləsin. Ona görə də materikə ən çox yağıntı şərq hissəsinə düşür. Su ayrıcı dağların şərq ətəklərinə bol yağıntı düşür və bura tropik dəniz iqlimi xarakterik olur. Deməli, iqliminə təsir edən amillərdən biri okean cərəyanları və relyef oldu. Sonra cənub hissəsində subtropik iqlim yerləşir. Qərb hissəsində aralıq dəniz tipidir. Yağıntı burada qışda düşər. Buranın da qışı iyun-avqust ayıdır. Mərkəzi hissəsi Nollarbor düzənliyidir. Bu ərazilər subtropik kontinentala düşür. Avstraliyanın, bax bunu xüsusi vurğulayıram. Avstraliyanın ən kontinental ərazisi hesab edilir bu ərazi. Subtropikin kontinental tipi Avstraliya üçün ən kontinental tipdir. Cənub şərqində isə bərabər rütubətlənən tipdir. Eyni zamanda Tasmaniyanın şimalı, Yeni Zelandiyanın şimal adaları, bu ərazilər subtropikin bərabər rütubətlənən tipidir. Yağıntı il boyu bərabər paylanır. Tasmaniyanın cənub hissəsində və Yeni Zelandiyanın cənub adasının cənub hissəsində mülayim dəniz iqlimi xarakterikdir. Yağıntı il boyu bərabər paylanır. Materikin ucqar nöqtələrinə baxaq. Ucqar şimal nöqtəsi York burnu subekvatorial iqlimdə, ucqar cənub nöqtəsi cənub-şərqi burnu subtropikin bərabər rütubətlənən tipində. Ucqar şərq nöqtəsi Byron burnu rütubətli tropik iqlimdə, qərb nöqtəsi Steep Point quru tropik iqlimdə, səhra iqlimdədir. Afrikanın ucqar nöqtələrini demədik, gəlin bir daha xatırlayaq bir yerdən. Ucqar şimal nöqtəsi Bensekka Aralıq dənizində, ucqar cənub nöqtəsi İynəburnu Aralıq dənizində, ucqar şərq nöqtəsi Ras Həfun subekvatorial, qərb ucqar nöqtəsi Almadiya, bu da subekvatorialda yerləşir. Bütün ucqar nöqtələr keçid iqlimdə yerləşir Afrikanın. Bir də Bensekkanın bir neçə adı var. Şimal ucqar nöqtəsi Əl-Əbiyyat Ras Angel də götürülə bilər testlərdə, yəni ona fikir verməyin. Gəlin baxaq. Görürük ki, orta hissəsi aşağı əyilib. Deməli, cənub yarımkürəsidir. Və baxıram ki, yağıntının əsas hissəsi yanvar, fevral aylarında, yəni dekabr, fevral aylarında düşüb yağıntının əsas hissəsi. Yəni cənubun yayında düşüb. Yağıntısı yayda düşən iqlimlər hansıdır? Yəni yay yağıntılı keçir, qış quraq keçir. Təbii ki, bu subekvatorial və mussonlardır. Cənub yarımkürəsində musson olmadığı üçün biz bunun subekvatorial olduğunu qeyd edə bilərik. Və Avstraliyada ən yüksək temperatur Darling çayının orta axırlarında müşahidə edilir. Yadınızda saxlayın. Darling çayının orta axırları. Testdə çaşdırıcı olaraq düşür ki, Avstraliyada ən yüksək temperatur Darling çayının aşağı axarlarında müşahidə edilir və yaxud da yuxarı axarlarında müşahidə edilir. Yox, orta axarlar. Sonra Avstraliyada qış aylarında temperatur -20 dərəcəyə qədər düşə bilər dağlıq ərazilərdə.
Bu orta aylıq temperatur hesab edilmir və yaxud da daha doğrusu orta illik temperatur hesab edilmir. Ona görə də Avstraliyada qar xətti formalaşmır. Niyə formalaşmır? Çünki dağların hündürlüyü daha aşağıdır, qar xəttindən aşağıda yerləşir. Sonra Avstraliyanın kənd təsərrüfatı xəritəsi sxeminə baxsaq, birinci fikir verək səhralara. Burada böyük qumlu, Böyük Viktoriya və Nullarbor düzənliyi yerləşir. Bura istifadə olunmayan və yaxud da az istifadə olunan ərazilərdir. Yarımsəhra ərazilər, Qərbi Avstraliya, mərkəzi ovalıqda, burada xırdabuynuzlu heyvandarlıq, yaşıl ərazilərdə, yaşıllıqların çox olduğu ərazilərdə, məsələn, rütubətli tropikdə və savannaların yayıldığı ərazilərdə əsasən ətli südlü heyvandarlıqdır. Subtropik iqlimin yayıldığı, bərabər rütubətlənən və aralıq dəniz tipinin yayıldığı ərazilərdə taxılçılıq və süd meyvəçilik inkişaf etdirilmişdir. Sonra Antarktidada bilirsiniz ki, Antarktidanın iqlimi böyük hissədə Antarktik iqlim, sonra subantarktik iqlim, ucqar şimal nöqtəsi isə Antarktik, daha doğrusu mülayim iqlim hesab edilir. Və burada da mülayimin dəniz tipi qəbul edilir. Və yer kürəsində ən alçaq temperatur bilirsiniz ki, Yaponlar tərəfindən Antarktidada qeydə alınmışdı. Fudzi kümbəsində -91,2 dərəcə. Sonra gəlin danışaq biraz aqroiqlim ehtiyatlarına. Aqroiqlim ehtiyatları dedikdə nələr nəzərdə tutulur? Aqroiqlim ehtiyatlarına daxildir. 10 dərəcədən yuxarı fəal orta sutkalıq temperaturlarının illik cəmi. Bu o deməkdir ki, sutka ərzində, yəni daha doğrusu orta sutka hesablayanda gündə 8 dəfə ölçmə aparılır, 8-ə bölünür və əgər ondan yuxarıdırsa, deməli il boyu hər gün ondan yuxarıdırsa, deməli burada aqroqim ehtiyatları boldur və onu illik cəmləyirlər. İllik cəmli əgər 8000-dən yuxarıdırsa, burada yüksəkdir aqroqim ehtiyatları. Yəni bu tropik enliklərə aiddir. Bitkilərin inkişafını təmin edən günəş işığı, bitkilərin vegetasiya dövründə düşən atmosfer yağıntıların miqdarı, qar örtüyü və onun qalınlığı, səthə qalma müddəti və şaxtalı günlərin sayı. Təbii ki, bunlar az olmalıdır, 4-dən 5. Amma bunlar içərisində ən əsas göstərici nədir deyə soruşsa, siz birincini götürəcəksiniz. Aqroiqlim ehtiyatlarının əsas göstəricisi 10 dərəcədən yuxarı orta sutkalıq temperaturun illik cəmidir. Niyə temperaturdur əsas? Çünki yağıntını suvarma ilə əvəz etmək olar da. Əgər yağıntı yoxdursa, biz onu süni şəkildə suvara bilərik. Amma günəş yoxdursa, günəşi süni şəkildə ancaq istixanalarda əvəz etmək olar, işıqlarla və yaxud da istiliklə. Böyük ərazidə yox, amma suvarmanı böyük ərazidə tətbiq etmək olar. Burada da qeyd etmişik, tropikdən qütbə doğru aqroiqlim ehtiyatları nə edir? Azalır. Ən iri aqroiqlim ehtiyatları, ən böyük aqroiqlim ehtiyatları hansı ərazilərdədir? Tropik işıqlanma qurşağında, yəni isti qurşaqdadır. Burada aiddir ekvatorial, subekvatorial, tropik iqlim. Məsələn, bir dəfə testdə sual qoymuşuq. 1, 2, 3. Aqroiqlim ehtiyatları hansı ərazidə boldur? Müəllimlərin çoxusu 3-ü götürüb. Yenə izah edirəm. Birdə daha çoxdur. Niyə? Çünki aqroiqlim ehtiyatlarının əsas göstəricisi 10 dərəcədən yuxarı fəal temperaturların illik cəmidir. Burada da göstərilir ki, fəal temperaturun illik cəmi 8000 dərəcədən daha çoxdur. Yəni temperaturla aqroiqlim ehtiyatları düz mütənasibdir. Temperatur artdıqca aqroiqlim ehtiyatları da artır deyilir. Amma məhsuldarlıq harada çoxdur desə, hə, mülayimdə götürəcəksiniz. Və bu ərazilər elə bir ərazilərdir ki, ildə 2 dəfə məhsul götürmək olur. Məsələn, Hindistanda, Hind-Çində, subekvatorial iqlimi yayılıq ərazilərdə. Yayda dəmiyə şəraitində, qışda isə suvarma şəraitində əkinçilik mümkündür. Yəni ildə 2 dəfə məhsul götürməyə aqroiqlim ehtiyatları imkan verir. Ucqar nöqtələr haqqında danışdıq. Danışaq iqlim dəyişmələri nəticəsində haqqında. Biz keçən dərs danışdıq ki, qlobal iqlim dəyişmələri nəticəsində passat küləklərinin gətirdiyi yağıntının miqdarı, daha doğrusu, mussonların gətirdiyi yağıntının miqdarı azalmışdır, passat küləklərinin sürəti zəifləmişdir və meteoroloji təbiət hadisələrinin sayı artmışdır, həmçinin də regionlarda quraqlıq artmışdır. İqlim dəyişmələri nəticəsində, daha doğrusu, quru və yerin transqressiya və reqressiya mərhələsində iqlim dəyişiklikləri müşahidə edilir. Gəlin görək bu dəniz mərhələsi, quru mərhələsi nədir? Sxema baxaq. Birinci dəniz mərhələsinə baxaq. Dəniz mərhələsi transqressiya adlanır və dağlar məhv olur bu mərhələdə. Tektonik çökmə baş verir. Tektonik əyilmə nəticəsində enən ərazilərə okeanın suları dolur. Ərazinin, yəni
Əsas hissəsi suya çevrilir və suyun sahəsi artır. Suyun sahəsi artırsa, deməli yerin istilik tutumu artır. Biz demişik ki, hal-hazırda cənub yarımkürəsinin istilik tutumu şimal yarımkürəsinə nisbətən çoxdur. Niyə çoxdur? Çünki cənubda suyun sahəsi daha genişdir. İndi dəniz mərhələsində suyun sahəsi çoxaldığına görə yer kürəsində istilik tutumu artır, əks etdirmə qabiliyyəti azalır. Təbii ki, istilik tutumu artırsa, səth örtüyü qızmalıdır. Qızanda iqlim istiləşər. İstiləşmə baş verirsə, rütubətlənmə də artar. İsti var, su var, buxarlanma gedir, yağıntı yağır. Bəzən deyirlər ki, müəllim, necə olur ki, dəniz iqlim istiləşəndə suyun sahəsi artır da? Təbii ki, iqlim istiləşəndə buzlaqlar əriyir, Antarktida, Qrenlandiya, dağ buzlaqları əriyir, okeanın sahəsi artır deyilir. Həssas örtüyü qızır, iqlim istiləşir, rütubətlənir və bu zaman istisevər orqanizmlər inkişaf edir, soyuğa davamlılar məhv olur, kömür yataqları yaranır, buzlaşmalar olmur. Deməli, dəniz mərhələsində kömür yataqlarının yaranması və buzlaşmaların olmaması müşahidə edilir. Amma həmişə belədirmi? Yox, lokal buzlaqlar baş verə bilər. Məsələn, bu gün yer hal-hazırda dəniz mərhələsindədir. Amma 4-cü dövr buzlaşma qalıqlar, məsələn, qütb ətrafı ərazilər buzlaşmadır. Məsələn, 4-cü dövr həm dəniz mərhələsidir, həm də buzlaşmalar baş verib. Yəni ola bilər, amma əsasən ümumi, yəni qlobal yer kürəsini bütünlükdə əhatə edən buzlaşma müşahidə edilmir. Reqressiya isə quru mərhələsidir. Burada texniki səhv gedib, buna biz dəyişiklik edək. Bu isə quru mərhələsi adlanacaq. Reqressiya quru, transqressiya dəniz mərhələsidir. Quru mərhələsində tektonik hərəkətlər nəticəsində quru səthi qalxır, suyun altından çıxır, suyun hündürlük artdığına görə suyun sahəsi azalır. Suyun sahəsi azalırsa, deməli əks etdirmə qabiliyyəti artır, istilik tutum azalır. Yəni quru səthin əks etdirmə qabiliyyəti daha çoxdur suya nisbətən. Və səth örtüyü soyuyur, iqlim soyuyur və quraqlaşır. İqlimin soyması belə baş verir ki, kontinental olduğuna görə quru sahəsi tez qızır, tez də soyuyur. Yəni iqlimin kontinentallığı artır. Nə zaman? Quru mərhələsində, reqressiya mərhələsində. İstisevər orqanizmlər məhv olur, soyuğa davamlı canlılar inkişaf edir və buzlaşmalar baş verir. Və bax burada göstərilir. Temperatur yer kürəsində orta temperatur 0,2 dərəcə qalxsaydı, hansı ərazilər su altında qalar? Əsasən ovalıqlar su altında qalardı, düzənliklər. 26 dərəcəyə qədər qalxsaydı, yer kürəsinin böyük hissəsi deməli su altında qalmış olardı. Tarixən quru və dəniz mərhələsi ritmik hadisədir, çoxillik ritmlərə aiddir deyə dövrlər ərzində dəyişir. Məsələn, Paleozoin əvvəl dəniz mərhələsi baş verib. Yadınıza gəlsə demişdik, Paleozoin əvvəlində Pantalasın sahəsi artmışdır. Həmin artması dəniz mərhələsi idi. Sonra Paleozoin ortalarından Mezozoin ortalarına qədər quru mərhələsi, yəni reqressiya baş verib. Mezozoin ortaları dəniz mərhələsi baş verib. Mezozoin sonu quru mərhələsi baş verib. Paleogendən indiyə qədər yer kürəsi dəniz mərhələsindədir və ən böyük dəniz mərhələsi hesab edilir. Mövzumuz bura qədərdir. Bir də burada belə xüsusi bir məqam var, diqqətli olmaq lazımdır. Məsələn, testdə sual düşür, düz gələn mövzularımızda deyəcəyik, amma burada da deyək ki, belə bir sual düşür ki, sitrus meyvəçilik yalnız Aralıq dəniz iqlimində formalaşır. İfadəsi yanlışdır. Sitrus meyvəçilik həm Aralıq dəniz iqlimində, həm də bərabər rütubətlənən tipdə formalaşıb. Yəni bunu da xüsusi yadda saxlayın, testlərdə qarşınıza çox çıxacaq.